Hörmətli xanımlar və cənablar, hər birinizi salamlayıram. Hər il olduğu kimi Hemofiliyalı Xəstələrin Respublikası Assosiasiyası bu ildə 2024-cü ilə aid olan fəaliyyətinin hesabat videosunu sizə təqdim edir. Belə ki, ilk öncə qeyd etmək istəyirəm, bildiyiniz kimi Pasient Təşkilatları İttifaqının təsisçi təşkilatlarından biri də Hemofiliyalı Xəstələrin Respublikası Assosiasiyasıdır və Pasient Təşkilatları İttifaqı olaraq təbiblə bərabər 29 fevral Beynəlxalq Nadir Xəstəliklər Günü keçirildi. Belə ki, bu konfrans Yeni Klinika Tibb Mərkəzində keçirildi və bu konfransa 200-dən çox müxtəlif sahələrdə çalışan tibb işçiləri qatıldı. Konfransda əsasən nadir xəstəliklərdən danışıldı, irsi gensi xəstəliklərdən danışıldı və bu nadir xəstəliklərin müasir müalicəsindən, mövcud perspektivlərdən danışıldı və bu konfranslarında əsas məqsədi də odur ki, müxtəlif nadir arfan xəstəliklərdən əziyyət çəkən pasientlərin müalicələrinin keyfiyyətliyinə nail olmaqdır və diaqnostikanı gücləndirməkdir. Dünya Hemofiliya gününə həsr edilmiş Azərbaycanda ilk dəfə olaraq 9 aprel tarixində Beynəlxalq Muğam Mərkəzində Muğam axşamı keçirilmişdi. Qeyd etmək istəyirəm ki, Muğam axşamının birinci hissəsi məhz hesabat xarakterli idi. İkinci hissəsi də məhz bizim milliliyimizi əks etdirən Muğam konserti keçirildi. Konsertdə 450-dən çox iştirakçı qatılmışdı. Bunlardan əsas Azərbaycanın görkəmli həkimləri, pasientlər və onların valideynləri, dövlət qurumları və ictimai sektorun liderləri idi. Qeyd etmək istəyirəm ki, bütün dünyada müxtəlif formatlarda Hemofiliya günü keçirilir və müxtəlif yarışlar keçirilir. Bu günə aid olan konsertlər, konfranslar, seminarlar və biz də öz milliliyimizə xas olaraq bu gün də Muğam axşamı keçirdik. Daha sonra 17 apreldə Dünya Hemofiliya günü ilə bağlı bir elmi konfrans da keçirildi təbiblə bərabər və bu konfransda qanun laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərin multidisiplinar yanaşması ilə bağlı mövzular oldu. Konfransda 120-dən çox tibb işçisi qatılmışdı və bu tip konfransların çox faydalı olmasını qeyd etmək istəyirəm və biz il boyu ümumilikdə tibb işçilərin təlimləri ilə məşğul olmağa davam etdik. 18 apreldən 21 aprelə qədər Dünya Hemofiliya Federasiyası tərəfindən böyük bir konqres keçirildi. İspaniyanın Madrid şəhərində və Azərbaycandan da həkim komandası ilə bərabər, yəni assosiasiyamızda bu konqresdə iştirak etdi və qeyd etmək istəyirəm ki, konqresdə 3000-dən çox dünyanın müxtəlif ölkələrindən ixtisaslaşmış həkimlər, elm adamları və pasientlər iştirak etmişdilər. Demək olar ki, 2024-cü il ərzində təbiblə bərabər, dəyərli bizim doktorlarımızla bərabər regionlarda, rayon mərkəzi xəstəxanalarında təlimlər keçirildi. Qeyd etmək istəyirəm ki, təlimlər və müayinələr, pasientlərin müayinəsi Abşeron rayon mərkəzi xəstəxanasında, Səlyan rayon mərkəzi xəstəxanası, Şirvan rayon mərkəzi xəstəxanası, Şamaxı rayon mərkəzi xəstəxanası, Lənkəran rayon mərkəzi xəstəxanası, Zaqatala rayon mərkəzi xəstəxanası və Göyçay rayon mərkəzi xəstəxanalarında keçirilmişdi. Təlimlər zamanı hematoloq, fizioterapevt, laborant, pediatrların iştirakı olmuşdu. Təlimlər zamanı çox vacib mövzulara toxunulmuşdu. Regionlarda yaşayan pasientlərin müayinələri həyata keçmişdi. Qeyd etmək istəyirəm ki, həm də stomatoloqların da iştirakı olmuşdu və stomatoloji müayinələr də regionlarda baş tutmuşdu. Əlbəttə ki, paralel olaraq regionlarla bərabər Bakı şəhərində də pasientlərin il boyu təlimləri baş tutur və təlimlər zamanı pasientləri narahat edən suallar cavablandırılır və onların maariflənməsinə çox vacib yer veririk. Çünki dövlətin təmin etdiyi dərman preparatları ilə yanaşı pasientlərin maariflənməsi də çox vacibdir və biz bunun üzərində il boyu çalışırıq.
Sentyabr ayında hər il olduğu kimi 2024-cü ildə də ana-bala sağlamlıq yay düşərgəsi keçirildi və yay düşərgəsində 70-ə yaxın iştirakçı iştirak etmişdi və yay düşərgəsi çərçivəsində fizioterapevtik müayinələr aparılmışdı, damardaxili inyeksiyaların təlimləri keçirilmişdi, stomatoloji müayinələr də keçirilmişdi. Məqsədimiz odur ki, pasientlərin sağlamlıq durumunu daima nəzarətdə saxlayaq və düzgün yaşam tərzini aşılamaq. 2024-cü ilin dekabr ayında Quba rayon mərkəzi xəstəxanasında assosiasiyamız tərəfindən fizioterapevtik kabinetlərin təchizatlanması baş tutdu və qeyd etmək istəyirəm ki, Quba rayon mərkəzi xəstəxanasında fizioterapiya şöbəsi yaradıldı. Ümumilikdə qeyd etmək istəyirəm ki, 2023-cü ildən etibarən artıq 5 rayon mərkəzi xəstəxanasında fizioterapevtik kabinetlər təchizatlanmışdı tərəfimizdən və məqsədimiz də odur ki, regionlarda yaşayan pasientlər Bakıya gəlmədən yaşadıqları rayonlarda müalicələrini davam etdirsinlər və onların sağlamlıq durumu, sosial durumu əlbəttə ki, yüksək səviyyədə olsun. Və ilin sonunda, 2024-cü ilin dekabrın sonunda hesabat konfransımız oldu. 3 illik görülən işlərin hesabatı keçirildi, təqdim edildi. Hesabat konfransında media nümayəndələri, ictimai sektorun liderləri, dövlət səhiyyə qurumlarının iştirakı baş tutmuşdu. Və bununla bərabər qeyd etmək istəyirəm ki, il boyu tərəfimizdən həm yerli konfranslarda iştirak, həm beynəlxalq konfranslarda iştirak və çıxışlar olmuşdur. Paralel olaraq il boyu mediada, həm TV-də, həm sosial mediada davamlı olaraq çıxışlarımız olur və məqsədimiz odur ki, nadir xəstəliklərdən maksimum şəkildə daha çox vətəndaşları məlumatlandıraq və bir çox xəstəliklərin profilaktikasını aşılayaq. Belə ki, 2024-cü il ərzində əsas görülən işləri sizlərə təqdim etdik və ümid edirəm ki, 25-ci ildə də daha böyük işlər bizi gözləyir və 25-ci ildə də görülən işlərlə bağlı mütləq sizlərə məlumat verəcəyik. Hər birinizə böyük təşəkkürümü bildirirəm. Var olun.